Zəhra ilə Əli əleyhissalam heç vaxt buyurur Əli əleyhissalam elə bir iş olmaz ki orada Zəhra ilə aramızda nəsə bir zərrəcə bir problem olsun. Həmişə bir-birini tamamlayırdılar. Nə deyirdisə xanım Zəhra salamullahi aleyhə yerində yetirirdi əmrləri. Baxır Zəhraya, baxır xanım Zəhra da baxır Əli əleyhissalama. Göstərişlər verir, bəzi vəsiyyətlərdə verir xanım Zəhra salamullahi aleyhə. Amma Əli əleyhissalam baxa-baxa çaş insan orada olaydı, bir anlıq Əli əleyhissalamın belinin büküldüyünü biz görərdi. Necə əli ilə beli büküldü xanım Zəhra dünyasını dəyişəndə. Bilmir, yer tapmır özünə. Ravi deyir, İmam Həsən əleyhissalam ucundan gidir İmam Həsən əleyhissalam deyir, hamı baxır Əlinin ağlamadığına qəbirsanlıq. Deyir, mən baxıram atam Əliyə. Necə qıvrılırdı Zəhranın yoxluğuna, necə göz yaş döşür. Hamı atam Əliyə ağlayır, mən də atama ağlayıram. Bilirsiniz, İmam Həsən əleyhissalam o küçədə olmuşdu İmam Həsən əleyhissalam. Sual verdilər İmam Həsən əleyhissalama, dedilər ki, ağacan, niyə sizin saçınız, saqqalınız belə tez ağardı? Sual verdilər İmam Həsən əleyhissalama. Dedi, biz əhl-i beytin mahasını tez ağararıq, yəni saçımız tez ağarır. Biz ağa bildik, sizin saçınız tez ağarır, saqqalınız tez ağarır. Amma səndə niyə belə tez ağardı? Onu bilmək istəyirik. Biz bildik tez ağardı, amma səndə fərqli oldu. Onda İmam Həsən əleyhissalam baxdı. Dedi, anam Zəhra vurulandı o küçədə, mən oradaydım. Anama seyri deyəndə mən oradaydım. Anam yıxılanda mən oradaydım. Ya İmam Həsən, ağacan, nələr gördün sən o küçədə, ağacan? Saxladı İmam Həsən qəlbində, saxladı o sirri qəlbində. Əli əleyhissalam dedi, qusul verirdi Zəhraya, dedi, oğul danış. Oğul danış dayı, anan şəhid olub, nələr görmüsən? Dedi, atacan, anam nə qədər sağ idi, qoymurdu bunu deməyə sənə. Bilirdi sənin ürəyin yanacaq, qəlbin yanacaq, amma qoy indi deyim dərdimi. Mən gördüm necə anama seyli vurdular. Mən gözümlə gördüm necə anam yıxıldı, dəydi öz yerə. Atacan, mən bunları gözümlə gördüm, atacan. Ya əmirəl-müminin, ağacan, qeyrətivə qurban olun, ağacan.